Şəxssiz növdə birinci baxırıq yenə də şəkilçiyə. I, i, u, ü, ın, i, nu, nü. I-sı düşüb nə qalırdı? N. 2 saat yanlışı gəlsə. Yenə də bənzədir. Bunlar üç bacıdırlar da. Qayıdış, məchul, şəxssiz. Üçün də eyni şəkilçisi var. I, ı. Deməli, indi nəyə baxacağım? İkinci gedişim hərəkətə. Şəxssiz növdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Şəxssizdə də iş görən məlum deyil. Şəxssiz, iş görən məlum deyil. İş görən məlum deyil. Məlum deyil. Bu oxşadı məchula. Qayıdışda iş öz üzərində görürdü. Amma şəxssizdə isə iş görən məlum deyil, məchulda da iş görən məlum deyil. Bir də nümunə yazağım. Məsələn, deyirəm ki, sənədlərə baxıldı. Baxıldı. Sözün kökü bax. Baxdan baxılmaq yarandı. Bayaq demişdim, maqmə qartıraq. Mən maqmə qartıraq. Baxılmaq dedimsə, ıl leksik. D zamanlı qrammatik. Il, il şəkilçisi bir qayıdışda var, bir məchulda var, bir şəxssizdə var. İndi bu üç dənə arasında qalacaq. Demək, avtomatik variantlardan biz məlumu çıxartmalıyıq. Il, məchulda, şəxssizdə, bir də qayıdışda var. Birinci qayıdışı tətbiq edim, çünki asan qayıdışdır. Sənədlərə baxıldı. Sənədə öz üzərində baxıla bilər? Yox. Sənədə kimsə baxır. Sənədə öz üzərində baxıla bilməz. Deməli, bu qayıdış deyil. Sənədlərə baxıldı. Kim baxıb? Məlum deyil. Bilmirəm kimdir. Demək, ya məchuldur, məchulda da qeydir, şəxssizdə də. İndi nəyə baxacaqsınız? Baxıldı, nə etdi? Baxıldı nəyə? Sənədlərə. Şəxssiz, mübtədasızdır. Bunun mübtədası yoxdur. İş görən də məlum deyil, mübtəda da yoxdur. Demək, bu onda şəxssizdir. Yəni, məchul növdə də iş görən məlum deyil. Şəxssizdə də iş görən məlum deyil. Amma iş görən mübtəda demək deyil. Mübtəda başqa şeydir, iş görən başqa şeydir. Şəxssizdə iş görən məlum deyil. Amma şəxssiz, heç mübtədasızdır, mübtədası da yoxdur. Amma məchulda mübtəda olurdu. Sadəcə iş görən məlum deyildi.